Bəli, son günlər müşahidə olunan qarlı şaxtalı hava İsmayıllıda da öz təsirini göstərib. Üst-üstə yağan qar yol kənarında təpəciklərin əmələ gəlməsinə səbəb olub. Qarın buza çevrilməsi isə vəziyyəti daha da çətinləşdirib. Belə vəziyyət həm avtomobil yollarında, həm də piyadaların hərəkət etdiyi səkilərdə müşahidə olunur. Yolların sürüşkən olması sürücülərlə yanaşı, piyadalar üçün də çətin anlar yaşadıb. Vəziyyətin ciddiliyini nəzərə alan əlaqədar İsmayıllı rayon kommunal müəssisələr, kombinat idarəsi və sair İsmayıl yol istismar idarəsinin işçiləri magistral yollara qum və duz səpib. Bununla da problem qismən həll olunub. Hazırda avtomobil yolları işlək vəziyyətdədir. Piyada keçidləri tamamilə buz bağlayıb. Bəzi ərazilərdə gediş-gəlişdə böyük çətinliklər yaşanır. Keçidlərin buz bağlaması səbəbindən piyadalar nəqliyyatın hərəkət zolağından keçməli olurdular. Bu isə onların həyatını təhlükə altında qoyurdu. Gecədən etibarən rayon daxili, magistral və piyada yollarının qardan təmizlənməsinə başlanılıb. Yaranmış vəziyyətlə əlaqədar İsmayıllı rayon kommunal müəssisələr kombinat idarəsi tərəfindən qarın yaratdığı çətinliklər aradan qaldırılır. Yollara duz və qum qarışığı səpilir. Hazırda texnika və canlı qüvvələr tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədi ilə müvafiq işlər görülür. Görülmüş təxirə salınmaz tədbirlər nəticəsində yollarda nəqliyyat vasitələrinin hərəkəti tam təmin edilib. Piyada keçidləri tamamilə buzdan təmizlənib, piyadaların gediş-gəlişini təmin edilib. Hazırda hava temperaturu qismən yumşalıb. Bəzi ərazilərdə qar və buz qismən də olsa əriməyə başlayıb. Bəli, sizin dediyiniz kimi yanvar ayının ikisində respublikamızda başlayan güclü qar nəticəsində rayonumuzda da bəzi yollarda, xüsusilə də piyada keçidlərində çətinliklər yaranmışdır. Gördüyünüz kimi bizim əməkdaşlarımız bugün burada yollarda qar təmizləməklə və qar və buz təmizləməklə məşğuldular. Heç bir çətinliyimiz yoxdur. Texnikamız burada işləyir, işçi qüvvəmiz burada işləyir. Yollar təmizlənir, artıq təmizlənib qurtarmaq üzrədir. Vətəndaşların rahat gediş-gəlişi təmin olunur. Salam əleykum. Salam əleykum. Vaxtınız. Yollarda vəziyyət nətərdir hala? Vallahi gördüyünüz kimi, yəni işçilər də, fəhlələr də işləyir. Bundan qabaqki vəziyyət pis idi. İndi şükür Allaha yaxşıdır da, yəni işçilər işləyir, təmizlik işləri gedir. Yəni qar açılış oldu da, yəni yolda. Əvvəldə vəziyyət nətər idi? Əvvəllər bundan pis idi də, yəni vəziyyət. Şükür Allaha indi işçilərdir, fəhlələrdir, yəni iş başına hamı işləyir. Şükür Allaha yollar da xeyli açılışıb. Elvin Qudrətov, Rafiq Həsənov, Elçin Məlikov, bugün informasiya proqramı üçün.